Həftə sonu istifadə edərək bu gözəlliyi görmək üçün biz yollanırıq günlük turla Astaranın mirvarisi sayılan Sim şəlaləsinə. Yol boyu şəhərin boz rənglərindən uzaqlaşıb yaşıllığa baxaraq mənzərələrdən zövq alırıq. Və beləcə çatırıq Talış dağlarının qoynuna. Bizi belə səliqəli, şirin evlər qarşılayır. Adının mənası elə Talış dilində sıldırım, hündür demək olan Sim kəndində yola artıq Niva maşını istifadə edərək davam edirik. Yarım saatlıq yoldan sonra isə qısa müddətli piyada yürüyüşü bizi gözləyir. Təxmini 20 metr hündürlükdə tökülən, səsi ilə sakitləşdirən, soyuq suyun altında buranın və zəhmətli yolun dadını çıxarıyor. Ağaçların altında suyun yarattığı gözəllik videolarla çatdırılmayacaq dərəcədə idi. Geri dönüşdə çay plantasiyalarına tamaşa edərək Astaramızın çayından, balından, limonundan alaraq alış-verişimizi də edirik. Buradan geri qaydanda babayın su anbarının yanından keçirik. Biraz fasilə ilə burada durub mənzərəyə tamaşa edirik. Təbii ki də təmiz havada dincələrkən acırıq. Yollanırıq dəniz sahilə gələrək yemək fasiləsi də veririk. Bundan sonra isə özümüzü dənizə atırıq. Qara narın qumla gəzərək meşə ilə dənizin iç-içə gözəlliyinin dadını alırıq. Və beləcə həm sərfəli və dincəldiyimiz bir günü bu şəkildə bitiririk.